Plastikə alternativ kimi istifadə olunan şüşə pipetlər ciddi sağlamlıq riskləri yaradır. Mütəxəssislərin bildirdiyinə görə şüşə pipetlərin üzərində yaranan xırda çatlar gözə çarpmadan ağız boşluğunda zədələnmələrə səbəb ola, hətta şüşə parçası udulduğu halda qida borusu, mədə və bağırsaqlarda həyati təhlükə yaradan xəsarətlər törədə bilər. Xüsusilə uşaqlarda çeynəmə vərdişi, ani isti-soyuq temperatur dəyişiklikləri və zərbələr şüşə pipetlərin sınma ehtimalını artırır. Sınmış şüşə ağız daxilində ülgüc kimi iti hala gələrək dilə, damağa və boğaza ağır zədələr yetirə bilər. Bəzi hallarda bu vəziyyət yalnız qan qusma ilə üzə çıxır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, şüşə pipetlərdə ən kiçik çat və ya forma pozuntusu müşahidə olunarsa, onlardan qətiyyən istifadə edilməməlidir. Şüşə parçası udulduğu təqdirdə şəxsin özbaşına müdaxilə etməməsi, qusmağa cəhd göstərməməsi və dərhal təcili tibbi yardıma müraciət etməsi vacibdir. Xüsusilə uşaqlar, yaşlılar və baxma ehtiyacı olan şəxslər üçün şüşə pipetlərdən uzaq durmaq tövsiyə olunur.